liderin vəziyyəti ağırlaşıb, təcili olaraq vəziyyəti dəhşətli dərəcədə ağır imiş, təcili olaraq Tras komandası veriblər, sapravajdat eləyiblər aeroporta, aeroportdan təcili təyyarə ilə aparıblar. Dedilər ya Türkiyəyə, birinci dedilər İsrailə, sonra dedilər ki, yox, İsrail təhlükəli olduğuna görə Gülhanəyə aparıblar. Balaca Heydər ölümcül vəziyyətdə, ağır vəziyyətdə aparılıbdır Gülhanəyə. Bəlkə bu Alyonadan sonra belə olubdur. Bir də bir xəbər aldım mən eyni zamanda. Azər qaçıbdır, Azər gizlənib. Azər dəhşətli qorxudadır, Azər və Sevil Əliyeva da oğlunun, bu boyda həngamənin ortasında qalan oğlunun həyacanına boğulubdur. Pis vəziyyətdədir, pampersdə gəzir, ümumiyyətlə heç ayağa dura bilmir. Sevil Əliyeva. Azər də qaçıb gizlənibdir. Balaca Heydər 2 dəfə intihara cəhd eləyibdir. İndi də ölüm ayağında apardılar Gülhanəyə. İsrail aparmadılar ki, müharibə olar, İran vurar İsraili, ona görə aparmadılar İsrailə. Yoxsa İsrail aparardılar. Bu baxırsınız İlham Əliyev necə əsəbidir, Mehriban necə əsəbidir, cəmaatı necə döydürürlər, Mehmanı evini necə öldürmək istəyirlər, mənim üstümə nə qədər killer göndəriblər. Ona görə ki, İlham Əliyev ailəsində qırğındır. Bu arada bir vacib xəbər də deyirəm sizə. Alyona barədə komissiya getmişdi. Komissiyanın içində profesional jurnalistlər var imiş. Hətta Mirşahin Rauf Arifoğlu'nun komandası var imiş. Alyona'ya oxşayan bir neçə qız da tapıb videosunu çəkiblər. Öpüşdürüb, nə bilim, nə videosunu çəkib. Acaba mən Alyona'yam, nə bilim, Mehman kimdir məni paylaşır. Heç biri alınmayıb, effekti olmayıbdır. Bizim uşaqlar, veteran cəbhəçilər Ukrayna rəhbərliyinə məlumat veriblər, xəbər göndəriblər. Deyiblər ki, bəs müharibədən qabaq Sokar güya taxıl əkəcəm deyə Ukrayna ərazisini alaraq minaları təmizləyərək Rus ordusunu buraxdılar. Sokarın neftçilər, nə bilim, güya Sokarın taxıl əkənlər əvəzinə mina çıxardan sapyorları anamanı göndərdilər. Və Ruslar çox sərbəst şəkildə Ukraynanın böyük ərazilərini işğal elədilər, zəmin yarattı İlham Əliyev. İndi də deyir, İlham Əliyev qruplar göndərib hakimiyyət, burada durub qadın, qız, video çəkirlər, adam axtarırlar, onu belə qorxudurlar. Bu Ukrayna vətəndaşı Alyonanı sevib-sevişib deyə bunu belə hədəliyirlər, bunu belə öldürmək istəyirlər. Bircə dəfə deyib Ukrayna rəhbərliyi, siktirin buradan. Bax, bircə dəfə ha, vaxt qoyublar, 2 saat, siktirin ölkəni tərk edin. Hamısı qovalayıblar. Bir neçə video çəkmişlər, onlar ya yarımçıq, tamamlayamayıblar, hamısı qaçıblar. İt kimi qovublar. Hiçbir valideyn uşağının qanını verməyə qoymasın. İndi bu dəqiqələrdə məlumat aldım. Xüsusilə Bakı və Sumqayıt zonasında, xüsusilə ola bilər regionlarımızda da olar, tələbələrdən qan götürürlər. Qardaş, biz görmüşdük tələbələr gəlib peyvənd eləyərlər, ya peyvəndə çağırarlar tələbələri. Amma tələbələrdən qan götürürlər. Özdə yekə şprislərlə götürürlər. Siz bir düşünün. Bunlar bu qan götürürlərsə, niyə regionların hamısında yox? Bəlli məktəblərdə götürürlər qanı. Yəni ölkənin yarısında götürürlər. Hissə-hissə götürürlər. Səs çıxmasın deyə hissə-hissə götürürlər. Ha, bu qanundursa elan eləsinlər bir bilək. Ay valideynlər, siz nə ağıldan uşaqlarınızın qanını verirsiniz? Bir, o qanda istərsəniz uşaq qorxur. Ondan plazma hazırlayırlar. Yenə də Epstein'in yeni növ bir hissəsidir Epstein'in bu. Niyə balalarınızın qanını verirsiniz? Sizin uşağınızın qanını vuracaqlar kompüterə, bütün orada elementdə. Hansı kralın, hansı dünyanın ən böyük güclərinin, kralın qohumlarının, nə bilim, Amerikadan belə dünyanın hər yerində elə sayt var, elə sitələr var. Ora hər adam girə bilmir. Ora girmək belə 100 mindir. Orada sənin uşağının qanı, hansı kralın qanından, orqanından uyğun gələcəksə, sən o uşağını yerin deşiyinə də gizləsən, onu tapıb İlham Əliyev uğratdıracaq. Polisə tapıb uğratdıracaq. Məktəbdən çıxanda uğratdıracaq. Məktəbdə uğratdıracaq. Yataqdan uğratdıracaq. Ay bala, sən qanını verirsən uşağının ki, İlham Əliyev o qanın elementlərini qoyur o sitəyə. O sitəyə girmək belə 100 mindir. 50 min, 100 min. Krallar, dünyanın ən zəngin adamları girir ora. Oo, mənim filan uşağın ürəyi mənə düşür. Filan kəsin böyrəyi mənə düşür. Qaraciyəri. Sonra uşağını göyə götürəcəklər. Ay bədbəxt. 2 cürə istifadə edirlər. Qandır da. Gör bir məktəbdə nə qədər uşaq var. 100 qramdan hesabla. Gör hara vurub çıxır. Öyle təmiz uşaq qanı. Onun plazması, o bilirsiniz də nəyə lazım? Ondan dərman hazırlayırlar. Bu birincisi. Bilirsiniz də öz qanından götürürlər. Hatta saça vururlar, saç çıxır. Dərman hazırlayıb oynağa vururlar. Dərman hazırlayırlar. Plazmasını zənginlər istifadə edir. Bundan da başqa orqanları kimə düşəcəksə, ha, bu qan kimin idi? O, Sumqayıtda, filan məktəbdə filan kəsin uşağının qanı. So, bir həftə ərzində uşaq götürülməlidir. Heç cürə qoruyanmazsan da o uşağı. Bədbəxt ol, yazıq döysənmisən. Heç bir valideyn qoymasın uşağının qanını götürməyə. Hətta uşaqlarınıza xəbərdarlıq eləyin. Məktəbdə belə şeylər olarsa qətiyyən qaçın məktəbdən gəlin evə. Birdən gizlin qanları götürərlər. Yadda elə şeylər olmuşdu ha. Azərbaycan məktəbində elə şeylər olmuşdu. Gizlin qan götürmək, gizlin döymək, işgəncə vermək. Valideyninizi deyərsiniz, sizin eləyərəm. Qətiyyən. Bu dəqiqələrdə Sabratda 71 nömrəli məktəbdə mənim ən yaxın adamımın evladı oxuyur orada. 9-cu sinif şagirdləri polis reisinin, bölgənin reisinin tapşırığı ilə 9-cu sinif şagirdi ağ narkotik tabletkalar paylayıb uşaqlara və bunu içməyənin anasını başına söyüş qoyubdu. Ana bacı söyüncü qoyubdu. İçməyənə ağ tabletka, narkotik paylayıbdı. 9-cu sinif şagirdi. 71 nömrəli məktəbdə direktor da bilir, müəllimlər də bilir, bütün məktəb bilir. Ağ tabletka paylayıb narkotik
polis reisinin quramasıdır, oyunudur və hamıya da ana bacı söyüncü qoydurubdur. Heç kim, hamı bilir söhbəti, bilir ki, reisin işidir bu. O 9-cu sinifin uşaqları, hansı ki polisin balalarıdır, ya polisin tapşırığını yerinə yetirən qohumlarıdır. Heç kim dillənmir. Məktəbə narkotik paylanılıbdır, tabletkalar 71'ə. Zabratda, 71 nömrəli məktəbdə. Direktor belə səsini çıxardanmır. Bəlkə də direktora da tapşırıq verirlər ki, bu devlət proqramıdır, işiniz olmasın. Paylayıblar və ana bacı söyüncü qoyublar, tabletka.